Salam dostlar, bu videoda fiskal blok imtihanınızda karşınıza çıkabilecek 3 value sualına bakacak. Sorular bir adım bir şekilde izah edeceğim ki sorulara daha rahat ve daha etraflı bir şekilde başa düşebilirsiniz. Bir hatırlatma daha edeyim ki videoları beğenmeyi, kanala abone olmağı ve videoları aşağı yazmayı unutmayın. O zaman başlayaq. Demək, birinci sualın 26-cı sualına davam edək. Birincisi müskünat alan üfüq istiqamət sabit təcrid hərəkətə başlamalıdır ki, özündən 1.5 metr məsafədəki eyni nöqtəsinin 20 metr yüksəkliyə səbət düşən cismin eyni vaxtda çatsın. Hər iki hərəkət eyni anda başlayacaq, bərabər 10 metr bölü saniyə kvadratı. Birinci buradan baxırıq birinci cisimə. Birinci cisim eyni nöqtəsinə çatmaq üçün sabit təcrid hərəkətdir, yəni bərabər təcrid hərəkətdir. İkinci cisim isə eyni nöqtəsinə çatmaq üçün sərbəst düşür. İndi mən ilk öncə yazım sərbəst düşmədə yer dəyişmə düşsün. Buraya yazsam h bərabərdir gt kvadratı bölünsün 2'ye. Ben buradan t'ni tapmış olsam t bərabərdir kök altında 2h bölünsün j'ye. H nə qədərdir? 20 metr. Bizə buradakı şərtdə verib. Yəni deyir ki, özünün 1.5 metr məsafədəki en nöqtəsinə, bu en nöqtəsinə, bax bu en nöqtəsinə 20 metr yüksəkliyə səbət düşən cisim. Deməli, ikinci nöqtənin en nöqtəsinə düşən məsafəni deyir yəni. Yəni bu məsafə 20 metrə bərabərdir. Deməli, bu məsafə 20 metrə bərabərsə, onda mən h yeni 20 yaza bilərəm. 2 vuraq 20 bölək h c nə qədərdir? 10. Və buradan da tapsam kök altında 40 bölünsün 10. O da bərabərdir kök altında 4. O da bərabərdir 2'ye. Deməli t1 bərabərdir 2'dir. Bu t daha sonra t1 yox t2 bərabərdir 2'dir. t2 bərabərdir 2. Yəni qısaca buraya yazılır t2 bərabərdir 2. Bu t2 nəyi göstərir? Yəni ikinci cismin en nöqtəsinə düşməsi üçün sərf, yəni ikinci cismin en nöqtəsinə sərbəst düşməsi zamanı sərf olan zaman deyilir. T2 bərabər 2 biz onu göstərir. İndi T2 2-dirsə bizə dedi ki, burada eyni anda deyir düşsün. Yəni eyni vaxtda. Burada eyni vaxtda söz var. Eyni vaxtda söz varsa demək onda bəlkə ki T1 bərabər T2 deyə bilərəm. T1 bərabər T2 o da 2 deyə bilərəm. T1 nədir? T1 birinci cismin eyni nöqtəsinə çatması üçün sərf olunan zamandır. İndi mən də bilirəm ki T1 deməli birinci cisim eyni nöqtəsinə çatmaq üçün sabit təcrid hərəkətidir, yəni bərabər təcrid hərəkətdir. Bərabər təcrid hərəkətdə də yer dəyişmə düsturu nə cür hesablanır? S bərabərdir V0T plus AT kvadratı bölünsün 2. İndi biz də bilirik ki, bizə şərtdə nə deyib? Bizə deyir ki, birinci cisim sükunət halına. Sükunət halı nə deməkdir? Yəni başına üstət 0'a bərabərdir. Yəni V0 bərabərdir 0'dır. Belə deyək. Aha. Eğer V0 sıfırsa, onda belki ki bu V0 sıfırsa buradaki V0 T ixtisarı gelir. Yani kısaca çünkü V0 sıfır olanda 0 T'ye oranı 0 verdiği için bu gelir. Ona göre S bərabərdir. AT kvadrat bölünsün 2 düsturda almış olur. Və mən də buradan tərcih tapa bilərəm. Tərcih nəyə bərabər olar? A bərabərdir 2S bölü T kvadratı. S burada nə qədərdir? S şərtdə bizə verilib. Şərtə baxaq. Şərtdə bizə verilib ki, deməli özündən 1.5 metr məsafədəki en nöqtəsinə, yəni deməli bir cismin en nöqtəsi arasındakı məsafə 1.5 metrə bərabərdir. Onda burası 1.5 metrdirsə, mən bunun yerinə 1.5 yaza bilərəm. Yəni 2 vuraq 1.5 bölək T nə qədərdir? Buradan tapdıq 2. Baxın, buradan tapmışdı 2. Bu 2'ni yerinə yazırıq. Bu 2'ni yerinə yazanda olur 2'nin kvadratı. O da bərabər 2'nin 1 onda 5'e vuranda 3. 2'nin kvadratı edir 4. 3'e 4'e bölündə olur 0'dan bizə 75 metr bölək saniyə kvadratı. Yəni kısaca biz burada nə öyrənmiş olduq? Biz burada kısaca bunu öyrənmiş olduq ki, əgər iki cismi en nöqtəsinə 20 metr məsafədən, yəni 20 metr yüksəkdən düşürsə və 2 saniyə müddətində düşürsə, deməli həmin bu bir cismi en nöqtəsinə 1.5, yəni özündən 1.5 metr məsafədəki bir cismi en nöqtəsinə 2 saniyə müddətinə çatanda A bərabərdir 0.75 metr bölü saniyə kvadrat təcridlə en nöqtəsinə çatmış olur. Ona görə burada cavab olacaq 0.75. Yəni B variantı olmuş olacaq. Yəni sualı bir dənə təkrarlasaq, biz ilk öncə burada nəyə aşkarladı? Birinci dedik ki, birincisi en nöqtəsinə çatmaq üçün sabit təcrid hərəkəti, yəni bərabər təcrid hərəkət. İkincisi isə en nöqtəsinə düşmək üçün sərbəst düşür. Bizdə bir ki, sərbəst düşmədə yer dəyişmə düsturu h bərabərdir gt kvadrat bölünsün 2 düsturu hesablanır. T'ni də buradan tapanda 2h bölünsün j, yəni kök adı 2 və 20 bölü 10, kök adı 40 bölünsün 10. O da bərabər kök adı da, o da bərabərdir 2'ye. T2 bərabərdir 2, T1 də bərabər T2 olur 2. Çünki zaman bu fasilədir, eynidir. S bərabər V0 T plus AT kvadrat bölü 2'dir. S nə idi? Birinci cismin en nöqtəsinə çatmaq üçün olan məsafə.
Və buradan da biz bir ki şərtdə bizə verir ki, sükunət anından başlayır. Sükunət anından başlayır V0 0'dır. S də daha tek kvadratu bölü 2. Anda buradan tapadı 2 S bölü tek kvadratu. 2 var 1.5 bölü 2'nin kvadratu. S də 1.5 onsa bizə şərtdə verir. Və buradan 3 bölünsü 4 o da bərabər 0.175 metr bölü saniyə kvadrat düsturunu biz buradan almış oluruq. İndi keçək növbəti sualımıza. Demək ikinci sualımız 47-ci sualına davam edir. Müəyyən başarı sürəti 40 metr hündürlükdən aşağı aşağı atılmış cisim 2 saniyəyə yer səthinə çatmışdır. Cisim müəyyən başarı sürəti yer səthinə aşağı yuxarı atdıqda o maksimal hündürlüyə neçə saniyəyə qalxır? Havanın müqavimət qüvvəsini nəzərə alınmış və bərabər 10 metr bölü saniyə kvadrat. Birinci biz burada baxırıq nəyə? İlk öncə biz bilirik ki, müəyyən başarı sürəti deməlidir ki, müəyyən başarı sürəti 40 metr hündürlükdən aşağı atılmış cisim. Aşağı atılmadığı yerləşmə düsturunu ilk öncə yazaq. Aşağı atılmadığı yerləşmə düsturu H bərabərdir V0T plus JT kvadrat bölünsün 2 düsturu hesablanır. İndi H isə buradan nə qədər verir? 40 metr. Deməli yeni yazıram 40. 40 bərabərdir. V0 bilmirik. Yeni yazırıq V0. Vurulsun. T nə qədərdir? 2 saniyə. Çünki 2 saniyə müddətini deyir yer səthinə çatır. Deməli yeni yazıram 2 plus J nə qədərdir? J olsa bizə 10 verir. Vuraq 2'nin kvadratı bölünsün 2. Bizə bilir ki, buradan hesablasaq 40 bərabərdir. 2V0 plus 2'nin kvadratı edir 4. 4'ü 2'ye böləndə edir 2. 2'nin ona vuran nə qədər edir? 20. Deməli yeni yazıram 20. Onda mən buradan taparam 2V0 nəyə bərabərdir? 2V0 bərabərdir. 40'dan 20 çıxaram 20. Və buradan V0 tapsam nə olar? V0 da bərabərdir. 20'ni bölərim 2 eləyər 10 metr bölü saniyə. Deməli mən buradan V0 tapmış oldum. V0 nəyə bərabərdir? 10 metr bölü saniyəyə. İndi V0 tapdı 10 metr. Yəni bu qısaca 10 metr bölü saniyə sürətdə aşağı düşüb və 40 metr yerləşmə qət edib və sonunda yerə çatır. İndi ki, cismin həmin başlanan sürəti deyir, yer səthindən aşağı yuxarı atdıqda. Yəni həm bu 10 metr bölü saniyə sürətdə deyir, yer səthindən aşağı yuxarı atdıqda deyir, nə baş verir? Yəni bunu soruşur. Yəni qısa 10 metr bölü saniyə sürətdə deyir, aşağı yuxarı atdıqda neçə saniyə deyir, maksimum hündürlüyə qalxar. Onu tapmaq üçün nə edir? İlk öncə biz bilirik ki, maksimum hündürlüyə qalxma deyirsə, yəni neçə saniyə qalxma deyirsə, deməli burada maksimal qalxma müddətini soruşur. Yəni maksimal qalxma müddəti nədir? Yəni cismin maksimum hündürlüyə neçə saniyəyə qalxmasını ifadə edən kəmiyyətdir. Bu da T qalxmadır, yəni maksimal qalxma müddəti. O da bərabərdir V0 bölü J düsturu hesablanır. İndi biz də bilirik ki, V0 nəyə bərabərdir? Buradan tapmışdıq 10. Çünki deyir həm başlayan sürətdir, yəni 10 metr bölü saniyə sürətdə atıldı. Ona görə V0 yeni yazırıq 10. J də ona bərabərdir. 10 da ona bölü eləyir 1 saniyə. Deməli cavabımız olacaq 1 saniyə. 1 saniyə. Deməli bir dənə başlayalım deyək. İlk öncə aşağı atılmadı. Aşağı atılmadı yerləşmə düsturunu yazacaq. H bölü V0 T plus J T kvadrat bölü 2. 40 metr yerləşmə, yəni 40 metr hündürlüyə atılırsa H-ın yeri 40 yazırıq. V0 olduğu kimi qalır. T-ni yeni yazırıq 2. Çünki 2 saniyədə yer səthinə çatır. Deməli burada yazılır 10 vura 2'nin kvadrat bölünsün 2 və buradan da 40 bərabərdir 2 V0 plus 20. 2 V0 bərabərdir 20'yə. V0 da bərabərdir 10 metr bölü saniyə. Sonra ki, həmin başlanan sürətlə deyir atıldı. Yəni həm bu V0 başlanan sürət, yəni həm bu V0 ilə deyir atıldı. Yəni həm bu V0 bərabərdir 10 metr bölü saniyə sürətlə atıldı deyir. Hansı maksimum hündürlüyə qalxar? Maksimum hündürlüyə qalxma müddəti də isə T qalxmadır. T qalxma tapanda V0 bölü J düsturunu istifadə edir. Yəni 10'u bölü 10'a. Çünki V0 burada biz 10 tapmışdıq. 10'u bölü 10'a o da edir 1 saniyə. Yəni cavabımız olacaq 1 saniyə. İndi keçək növbəti sualımıza. 3-cü sualdan 40-cı sualına davam edir. Aşağı yuxarı atılmış cisim hərəkətlərinin y bərabər 35 40 5 kvadrat şəklindədir. Cisim maksimum hündürlüyə qalxma müddətini hesablayın. Cavabı saniyə ilə ifadə edin. Biz ilk öncə koordinat düsturunu gəlin yazaq. Normalda koordinat düsturu necə hesablanır? X bərabər x0 plus v0t plus at kvadrat bölünsün 200 hesablanmış olur. İndi əgər x koordinat düsturu belədirsə, y koordinat düsturu da bu cür olmuş olacaq. Yəni y0 plus v0yt plus ay t kvadrat bölünsün 2. Y nə yazdım? Çünki y koordinatını ifadə etdiyi üçün ona görə. İndi burada da bizə verir nə? Y bərabər 35 plus 40 çıxıb 5 kvadratı. Onda mən həmin bu düz koordinat düsturunu buraya yazdım. Y bərabərdir 35 plus 40t çıxıb 5 kvadratı. Elə deyilmi? Mən bilirəm ki, bu koordinat düsturu normalda bunun özüdür. Onda bunun özü sonunda y0 burada nə ifadə edir? 35'in özünü ifadə edir. T'nin əmsalının qabağında durub V0. V0 bərabərdir. Həm bu T əmsalı yanında duran ədədə, yəni 40'a bərabər olmuş olacaq. Və bir də burada var. Deməli, T kvadratın yanında duran əmsalı. T kvadratın yanında duran əmsalı isə AY bölünsün 2. Ona görə yeni yazıram. AY bölünsün 2 ya da gəlin belə eləyək.
Hələ A yazım. A bölü 2 bərabər nəyə? T kvadratın yanında duran əmsal, yəni -5. Yəni yeni yazılan -5 və buradan da A tapan nə olur? A bərabərdir -5 vurulsun 2, yəni -10-a. Bu da özü J'nin özünə bərabərdir. Çünki biz bilirik ki, əgər təcil 10-a bərabərsə, bu bir yana sərbəst cümlə təcrinə bərabərdir. Çünki sərbəst cümlə təcrinin qiymətləri də onun özünə bərabərdir. İndi bunu tapdıq. Bu arada biz burada A-nın müsbət qiymətini götürəcəyik. Yəni A bərabərdir 10 götürəcəyik. O da bərabərdir J-yə. Niyə götürürük? Onu da sizə izah edeyim. Çünki bizə burada soruşulan şey maksimal qalxma, yəni cismin maksimum hündürlüyə qalxma müddəti. Yəni T qalxmanı bizdən soruşur. Biz də bilik ki, cismin maksimum hündürlüyə qalxma müddəti digər misalda mən sizə bunun izahını vermişdim. T qalxma nəyə bərabərdir? Yəni düsturunu vermişdim. T qalxma bərabərdir V0 bölünsün J-yə. V0 nəyə bərabərdir? Baxırıq. Biz burada tənəyə tapmışdıq ki, V0 40'dır. Onu yeni yazam 40. Deməli, V0 yeni yazam 40. Deməli, V0 yeni yazam 40. J-nə tapmışdıq buradan neçə? 10. Yeni yazam 10. 40'ı da ona bölündə nə qədər edir? 4. J-ni normalda -10 da götürə bilərdim, amma bizdən T qalxmanı soruşur, yəni saniyəni, yəni zaman soruşur və bizə bir ki, zaman müsbət skalaya kəmiyyəti olduğu üçün biz burada müsbəti bölməliyik ki, müsbət olsun. Ona görə V0 olsa 40'dır, bunu olsa yeni yazırıq. J də mütləq bir şəkildə müsbət olmalıdır ki, müsbəti bölünür, müsbət eləsin və zamanda müsbət edə də bərabər olmuş olsun. Ona görə J-ni yeni yazırıq 10. 40'ı da ona bölündə nə qədər edir? 4 saniyə. Sonra yenə təkrar etmiş olsaq, biz ilk öncə y koordinat düzsün yazırıq. Y bərabər y0 biz V0 y plus a y t kvadrat bölünsün 2 və şərti də bizə həm bu tənliyin düzsuru verib. Yəni y bərabər 35 plus 40 çıxıb 5 t kvadratı. Həm bunu yazmış olduq. Və buradan y0 bərabər 35 və 0 bərabərdir 40 və a bölü 2'nin -5 və a-nın da -10, yəni şeyə bərabər olmuş qiymətini tapmış olduq. Həm bu qiymətlər isə həm bu düsturda yazırıq. Yəni T qalxma bərabərdir V0 bölü J. O da 40 bölü 10. O da bərabər 4 saniyə buradan tapmış oluruq. T qalxma nədir? Maksimum hündürlüyə qalxma müddəti. Maksimum hündürlüyə qalxma müddəti T qalxma bərabərdir V0 bölü J düsturda hesablanmış olur. Yəni qısaca burada V0 T'nin yanında duran əmsaldır. Ona görə T'nin yanında duran əmsal 40'a bərabərdir. A bölü 2 də T kvadratın yanında duran əmsaldır və bu A bölü 2 həm bu T kvadratın yanında duran əmsaldır, yəni -5'ə bərabərdir və buradan da A-nın -10'a bərabər olmuş olduğunu biz buradan tapmış olduq. Yəni qısaca bunlardan istifadə edərək, yəni bunlardan istifadə edərək biz buradan T qalxmanı, yəni maksimum hündürlüyə qalxma müddəti, yəni T qalxma bölü V0 bölü J-dən istifadə edərək 40'ın 10'a nisbətini istifadə edərək biz burada 4 saniyəni tapmış olduq. Bu qədər. Belki bu videoda fiskal blok imtahanınızda qarşınıza çıxa biləcək 3 vacib sual tipinə baxdıq. Ümid edirəm ki, bu video sizə çox faydalı oldu. Əgər belə videoların davam etsinizsə, videoyu bəyənməyi, kanala abunə olmağı və videoları şərh yazmağı unutmayın. Növbəti videolarda görüşəndə sağ olun, salamatçılıqla qalın.